Salam. Bu gün hazırladığım super quizin izahına baxırıq. Qeyd edim ki, burada miqyas, yerin günəş ətrafında hərəkəti, yerin daxili quruluşu, planetar və geoloji inkişaf mərhələləri, relyef, endogen eksogen proseslər nəticəsində yaranan relyef formaları, həmçinin qitələrin relyefinə aid, yəni Azərbaycanın fiziki coğrafi mövqeyinə qədər, belə deyək, mövzulara əhatə edən suallar vardır. Baxırıq onların izahına. Birinci sual. Birinci sualda deyir ki, miqyasa aid bir sualdır və sadə bir sualdır. Bunu çəkərək izah eləyək. Birinci xəritənin miqyası 1 bölünsün 500 mindir və orada K və L arasındakı məsafə 3 cm göstərilib. İkinci xəritədə isə həmin məsafə 7,5 cm göstərilib. Deyək ki, bu birinci xəritəmiz olsun və birinci xəritə. Burada K və L arasındakı məsafə 3 cm-dir. Bir dənə də xəritə var. Yenə həmin məsafə. Deyək ki, bu məsafə olsun Bakıdan Zaqatalaya qədər olan məsafədir. Və birinci xəritədə bu məsafə 3 cm-dir. Bir dənə də xəritə var. Orada isə 7,5 cm daha böyük göstərilibsə, deməli həmin xəritənin miqyası nə imiş? Daha böyük imiş, düzdürmü? Çünki əgər bir ərazi daha böyük göstərilibsə, bu deməkdir ki, həmin ərazinin miqyası daha böyükdür, yəni daha müfəssəl, daha dəqiq təsvir olunub. Baxırıq, bu birinci xəritəmiz, bu da ikinci xəritəmiz. Birinci xəritəmin miqyası 1 bölünsün 500 mindir. Biz demişdik ki, 1 bölünsün 500 min nə deməkdir? Yəni, xəritədə hər 1 santimetrdə 500 min santimetr var. Və bu santimetri metrə, metri də kilometrə çevirirdik və deyirdik ki, 1 santimetrdə 5 kilometr var. Və yaxud da hər dəfə deyirik ki, 5 sıfır silirik burada. Yəni, bunun mənası odur ki, 500 min santimetri biz çevirdik kilometrə. Bu da elədir 5 kilometr. İndi baxıram, birinci xəritdə K və L arasında 3 cm var. Miqyas da 5 kilometrdir. Və A-da deyir ki, K və L arasındakı əsl məsafəni kilometrdə tapın. Yəni, bizdən həqiqi məsafəni istəyir. Həqiqi məsafə, bunu mən həmişə şagirdlərimə deyirəm ki, məntiqlə düşünək. Həqiqi məsafə böyük bir ədəd olmalıdır, düzdürmü? Böyük bir ədəd tapmaq üçün neynəməliyəm? Nəyəsə vurmalıyam. Yəni, xəritədəki məsafəni vururam miqyasa. Xəritədəki məsafəm nədir? 3 cm-dir. Miqyasım nədir? 5 kilometr. 3-ü vururam 5-ə, bu da eləyir 15 kilometr, düzdürmü? Deməli, K və L arasındakı həqiqi məsafə 15 kilometr imiş. Həqiqi məsafəni tapdım. İndi deyir, ikinci xəritədə həmin məsafə, yəni 15 kilometrlik məsafə 7,5 cm göstərilib. Deməli, nə qədər kiçilib? Və yaxud da deyirik ki, miqyas nədir? Miqyas bərabərdir. Həqiqi məsafə bölünsün xəritədəki məsafəyə. Həqiqi məsafəm nə qədərdir? 15, düzdürmü? Xəritədəki məsafə nə qədərdir? 7,5. 15-i bölürəm 7,5-ə. Bu da eləyir 2 kilometr. Və 2 kilometr nə deməkdir? 1 bölünsün 2 yanında 5 dənə 0. Biz normalda miqyası verəndə kilometrə çevirirdik. 200 min santimetrə eləyirdik 2 kilometr. İndi 2 kilometr verib biz onu 1 bölünsün miqyas şəklində yazanda 2, yanında 5 dənə də 0 əlavə eləyirik. Bu da olur ikinci xəritənin miqyası. Sonra keçək ikinci məsələyə. İkinci məsələ deyir ki, Azərbaycanın 1 bölünsün 550 min miqyaslı divar xəritəsində 40 dərəcə paralel üzrə 45 dərəcə şərq uzunluğu, 50 dərəcə şərq uzunluğu. Yəni bunu çəkək. 40 dərəcəlik paraleldir. 45 dərəcə şərq uzunluğudur və 50 dərəcə şərq uzunluğudur. Deyir, bunlar arasındakı məsafə xəritədə 80 cm göstərilirsə, təhrif olunmanı tapın. Təhrif nədir? Həqiqi məsafənin dərəcə ilə qiymətini tapacağam, bir də həqiqi məsafənin miqyasla qiymətini tapacağam. Bunların arasındakı fərq bizə verəcək təhrif olunan məsafəni. İndi baxıram, 40 dərəcəlik paraleldə 45 dərəcə şərq uzunluğu, 50 dərəcə şərq uzunluğu. Arasında neçə dərəcə var? Biz demişdik, əgər eyni yarımkürədədirsə, çıxırıq. 45 şərq, 50 şərq. 45-dən 50-yə gəlmək üçün mən 5 dərəcəlik yol getməliyəm də, düzdürmü? 40 dərəcəlik paraleldə mən 1 dərəcəmin qövsünün uzunluğu nə qədər olduğunu bilirəm. 1 dərəcəlik qövsün uzunluğu 85,4 km-dir. Bəs 5 dərəcəm nə qədər olar? X. Bunu hesablayırıq, eləyir, deməli, 427 km. Buradan tapdımmı? Aralarında 427 kilometr var imiş dərəcə ilə. Bəs bu xəritədə kiçildəndə necə olub? 1 bölünsün 550 min görürükmü? Bunun birinci neyini edirik? İndi miqyası 5 dənə 0 bir yana getməliyəm. Bu o deməkdir ki, yəni 100 minə bölürsən sanki. 100 minə böləndə 4 0 getdi, bir dənə də tam gəldi. Yəni 5 tam, onda 5 kilometr. Xəritdəki məsafəm nə qədərdir? Baxın, bu miqyasdır. Xəritdəki məsafəmi də bilirəm, 80-dir. Həqiqi məsafəni necə taparam?
Dedim axı həqiqi məsafə böyük bir ədəd olmalıdır. Böyük bir ədəd tapmaq üçün nə edirəm? Xərtdəki məsafəni 80-i vururam miqyasa 5,5-ə. Bu da eləyir 440 kilometr. İndi mən dərəcə ilə tapmışdım 427 kilometr. Miqyasla tapdım 440 kilometr. Arasında nə qədər fərq var? 13 kilometr. Deməli, cavab B bəndi 13 kilometr imiş. Deməli, təhrifi tapanda nə edirik? Əvvəlcə dərəcə ilə fərqini tapırıq, hesablayırıq məsafəsini. Sonra da miqyasla hesablayırıq. Aradakı fərq bizə təhrif olunmanı verir. Sonra keçirik 3-cü suala. Yer kürəsi orbit müstəvisinə 60 dərəcə meyilli olsaydı, tropik işıqlanma qurşağının şimal sərhədi ilə şimal qütb işıqlanma qurşağının cənub sərhədi. Yenə çəkirik. Əvvəlcə bir dənə kürə çəkirik. Çəkən kimi dənə ekvator mütləq. Sonra baxıram. Normalda necədir? Qütblər 90 dərəcədə, düzdürmü? Və yer 66,5 dərəcə meyillidir. 66,5 dərəcə meyillidir. Biz 90-dan 66,5-i çıxıb tapırdıq nəyi? Tropikləri 23,5-i. Düzdürmü? 23,5 dərəcə şimal, bu da 23,5 dərəcə cənub. Bax, bura olurdu tropik işıqlanma qurşağı. Normalda belə idi. Bu da tropik işıqlanma qurşağı idi. Burada qütb işıqlanma qurşağıdır. Bu da mülayim. Normalda belə idi, düzdürmü? Amma indi deyir ki, bir dəqiqə. İndi necə olub? Yenə yer kürəsini çəkirik. Bizim ekvatorumuz. İndi isə deyir, yenə bu qütb 90-dır. İndi isə deyir, yer kürəsi 60 dərəcə meyilli olsaydı, bayaq 90-dan 66,5 çıxıb 23,5 tapmışdım. Düzdürmü? İndi 90-dan 60-ı çıxıram. Tapıram nəyi? Tropiki. Neçə eləyir? 30. Deməli, tropiklərim indi keçir 30-dan. Və bura olur nə? Tropik işıqlanma qurşağı. Düzdür? Bura olur tropik işıqlanma qurşağı. Məsələdə də bizə deyir ki, tropik işıqlanma qurşağının şimal sərhədi ilə, bax burayla, qütb işıqlanma qurşağının, yəni buranın, qütb işıqlanma qurşağı budur, qütb işıqlanma qurşağının cənub sərhədi, yəni aşağı sərhədi arasındakı ən qısa məsafə, bax bizə buranı deyir. Ən qısa məsafə. Burada neçə dərəcə var? 30 dərəcə şimal, 60 dərəcə şimal. Hər ikisi şimaldadır. Və yaxud da deyək 30 dərəcədən 60 dərəcəyə gedəndə neçə dərəcəlik yol gedirəm? 30 dərəcə. Deməli, əvvəlcə tapmalıyam bunun arasındakı ən qısa məsafəni 30 dərəcə meridianla getdim də, düzdürmü? 1 dərəcəlik meridian qövsünün uzunluğu nə qədərdir? 111 kilometr. Mən neçə dərəcə yol getdim? 30 dərəcə x. Deməli, mən yol getmişəm 3330 kilometr. İndi bu getdiyim məsafə, yəni 3330 kilometr ən qısa məsafə 1 bölünsün 300.000 miqyaslı xəritədə nə qədər olar? Nə edirəm? 5 dənə 0 silirəm. Qalır nə? 300. Deməli, həqiqi məsafəm mənim dərəcə ilə bayaq tapdım ən qısa məsafəm. 3330 kilometr idi. Miqyasım da, bu həqiqi məsafə olsun, miqyasım da 300-dür. İndi mən xəritədəki məsafəni tapmaq üçün nə edirəm? Xəritədəki məsafə isə çox kiçik bir şey olmalı, düzdür? Həqiqi məsafəni bölərəm miqyasa. Bu da bərabər eləyir 3330-u bölürsüz 300-ə, bu da eləyir 11,1. Baxaq. Bəli, C bəndi. Sonra 4-cü sual çox gözəl, maraqlı bir sualdır. 110 dərəcə qərb uzunluğunda yerləşən Meksika ilə 117 dərəcə şərq uzunluğunda yerləşən Pekin arasında vaxtı hesablayacağıq. Əvvəlcə bir dənə xətt çəkək. Bura olsun 110 dərəcə qərb uzunluğu. Bu da olsun 117 dərəcə şərq uzunluğu. Arada bir dənə Greenwich'i göstərək. Baxaq, deməli, 117 dərəcə şərq uzunluğu bura, 110 dərəcə qərb uzunluğu bura və Meksikada 110 dərəcə qərb uzunluğunda 27 noyabrdır. Saat da 23:00-dur. Deyir, bu zaman Pekində hansı gün, hansı saat? Əvvəlcə baxıram ki, bunlar arasında neçə dərəcə, yəni neçə saat, neçə dəqiqə vaxt fərqi var. Bunu hesablamalıyam. Baxıram 110 dərəcə qərb, 117 dərəcə şərq. Arasında neçə dərəcə var? Biri şərq, biri qərb. Görürsünüz, fərqli yarımkürələr olanda nə edirik? Toplayırıq. 110 üstə gəl 117 eləyir 227. Düzdürmü? 227 dərəcə var. Bəs neçə saat, neçə dəqiqə var? Bunu tapmaq üçün nə edirəm? Deyirdi ki, yer kürəsi 1 saata 15 dərəcə dönür. Neçə saata bəs x saata? 227 dönər. Bu hesabla elə bir düşünürük və bölürük nəyə? 15-ə. Yəni, saat tapmaq üçün dərəcə fərqini 15-ə bölürük. Düşür bir dəfə 15, 12-dən 5, 7,
Burada heç nə, bu 7 gəldi. Deməli, 77-dən 15-ə bu da düşür 5 dəfə, 75. Bunu mütləq ağac bölməklə bölməliyik. Çünki bizə burada qalıq lazımdır. 7-dən 5 çıxanda oldu 2. Qalıq qaldımı 2. Bax, bu tapdığım 15 saatım idi. 15-ə böldüyüm saatı tapdım. Qalıq isə bizə dəqiqəni verəcək. Yer kürəsi 4 dəqiqəyə 1 dərəcə dönür. Bəs neçə dəqiqəyə x dəqiqə 2 dərəcə dönər? Təbii ki də 2-ni vururam 4-ə. 8 dəqiqə. Düzdür? 15 saat 8 dəqiqə. Tapdın mı? 15 bir dəqiqə. 15:08. İndi Meksika buradaydı, Pekin buradaydı. Hansı daha şərqdədir? Təbii ki də Pekin. Şərqdə olan məntəqədə də həmişə deyirik vaxt daha irəlidir. Deməli Pekində vaxt Meksikadan 15 saat 8 dəqiqə daha irəlidir. İndi Meksikada 27 noyabr 23:00-dursa, burada ondan 15 saat 8 dəqiqə vaxt daha irəlidir. Bu da eləyir neçə? Deməli 8 dəqiqə qalır yerində. Bu da eləyir 38. 38 saat 8 dəqiqə deyə bir saat yoxdur. Bu o deməkdir ki, bir 24 saatı aşıb artıq. Yəni Pekində artıq bir gün irəlidir vaxt. Bir gün irəlidir. Deməli, artıq orada 28 noyabrdır. Çünki Meksikada 27 noyabrdirsə, burada artıq 28 noyabrdır. Saatı da necə tapırıq? 38:08 dediyi ki, saat yoxdur. Ona görə də 38:08-dən çıxırıq 24:00. Bu da bizə verir 08, 4, 1. 14:08 və gün də bir gün irəlidir. Yəni, o bənd. Sonra deməli, keçək 5-ci suala. Deyir, sönmüş vulkanları müəyyən edeyim. Baxırıq burada. Deyirik ki, Hekla, Bardambunga, Eyjafjallajökull vulkanları hardadır? İslandiyadadır və fəaliyyətdə olan vulkanları da ona görə götürmürəm. Montampeyada Martinka adasındadır və o da fəaliyyətdə olan vulkanı götürmürük. Erebus Antarktidadadır və fəaliyyətdə olan vulkanı da ona görə götürmürük. Ağrı dağı və Denali, düzdür, bunlar hər ikisi sönmüş vulkandır. Ağrı dağ Türkiyədə, Denali də deməli Kordillerin ən hündür zirvəsidir, sönmüş vulkandır. Baxırıq, Kamerun sönmüş fəaliyyətdə olan vulkandır, Afrikada, ona görə çıxdı. Orisaba Meksikada fəaliyyətdə olan, Fudziyama da Yaponiyada Honshu adasındadır və fəaliyyətdə olan vulkandan ona görə çıxdı. D bəndində Elbrus, Dəmavənd, Çimborazo hər üçü sönmüş vulkandır. Elbrus haranın ən hündür zirvəsi idi? Qafqaz dağlarının ən yüksək zirvəsi 5642 metrdir. Dəmavənd İrandadır. Deməli, sönmüş vulkandır. Xəzərin cənubunda yerləşir və 5610 metrdir. Çimborazo da dünyada fəaliyyətdə olan sönmüş ən yüksəkdə olan vulkandır. 6310 metrdir. Cənubi Amerikadadır. Ekvador ölkəsində yerləşir. Sonra Pinatubo isə Filippindədir və bunu yadda saxlamağın bir yolunu demişdim abituriyentlərimə ki, Luzon bir də Mindanao, 2 dənə adası var, böyük adası var Filippinin. Və Pinatubo adı uzundur, deməli o Luzondadır, Pinatubo. Amma Mindanao adı uzundur deyə Apo vulkanı buradadır. Yəni adı qısa olan vulkan, adı uzun olan adadadır, digər isə əksinə. Apo Mindanao'dadır, Pinatubo isə Luzondadır və fəaliyyətdə olan vulkandan görə getdi. Kazbek isə sönmüş vulkandır. Elbrusla Kazbek elə eyni yerdədir, Qafqazdadır, hər ikisi sönmüş vulkandır. Momotombo isə Nikaraguada olan, fəaliyyətdə olan vulkandan görə götürmürük. Sonra keçirik deməli 6-cı suala. Doğru fikirlər istəyir bizdən. Baxırıq ki, dünyanın fəaliyyət göstərən ən yüksək vulkanı Etnadır. Xeyr. Bayaq dedik ki, dünyada ən yüksəkdə yerləşən sönmüş vulkan Çimborazodur, Cənubi Amerikada. Dünyada ən yüksəkdə olan, fəaliyyətdə olan vulkan da Cənubi Amerikadadır. Lüliyallaku vulkanıdır. 6723 metr yüksəkliyi var. Yəni Etna deyil. Bu səhvdə çıxdı. Vulkan konusunun təpəsindəki çökəkli krater adlanır. Bəli, stratovulkanlar okean tipli yox, stratovulkanlar güclü partlayışlarla müşahidə olunan vulkanlardır və materik tipli yer qabığında olurlar. Yəni bu yanlışdır. Rift zonası yalnız Orta Okean dağ silsilələrində olur. Yanlışdır. Çünki Afrikada da sınma zolağı var. Bu Şərqi Afrika hissəsi sınır axı. Həmin hissə də rift zonası sayılır. Amma biz adətən deyirik ki, bu rift zonası tavaların bir-birindən ayrıldığı yerdə həmin o ayrılmış zonadır, həmin hissədir. Ayrılan sərhəd xətti rift zonasıdır. Orada olan çökəklikdir. Sonra, yəni bu da yanlışdır.
Çünki Afrikada da var rift zonası. Konvergent sərhəddə müqəddəs Helen adası yerləşir. Konvergent var, bir də divergent sərhəd var. Konvergent nə idi? Toqquşma ilə yadda saxlayırdıq ki, deməli, havaların toqquşmasıdır. Divergentdə differentlə yadda saxlayırdıq ki, ingiliscə different müxtəlif deməkdir. Yəni havalar müxtəlif istiqamətə gedirsə, bir-birindən deməli ayrılır, düzdürmü? Və bu havaların ayrıldığı yerdə yerləşən adalardan biri də müqəddəs Helenadır. Atlantik okeanında yerləşir. Həmçinin İslandiya, Vozneseniya adaları da o divergent sərhəddə yerləşən adalardır. Baxırıq, Baykal qırışıqlığında yaranan, deməli burada nə oldu? Bu da səhv idi, bu düz, bu da səhvdir, 4 də səhvdir, 5 də səhv idi, 6-ya baxırıq. Baykal qırışıqlığında yaranan bəzi ərazilər yenidən qalxmaya məruz qalıb, bəli. Çünki Baykal da qırışıqlığında yaranan elə Baykal ətrafı dağlardır, hansı ki o da yenidən törənmiş dağlar hesab olunur. 2-6 oldu cavab. Keçək digər suala. Baxırıq 7. Dağların mütləq yüksəkliklərinin artmasına görə düzün. Baxın, bütün dağların hündürlüklərini əzbərləmək vacib deyil əslində. Ən azından hər bir materikin ən yüksək yerini bilmək vacibdir. Bir də bəzi dağlar ki var, daha çox təkrarlanır, daha çox düşür. Ən azından həmin dağların hündürlüyünü əzbər bilmək vacibdir, lazımdır. Məsələn, Kordilyer, Denali, McKinley və yaxud da Denali 6194 metr, Ural, Avropa ilə Asiyanı ayıran sərhəddə həm də 1895 metr Narodnaya, böyük su ayırıcı Kosciuszko 2228 metr, Appalaçda Mitchell, ABŞ-ın əsas kömür mərkəzidir bura, 2037 metrdir. Alp, Mont Blanc 4807, And isə nə qədər idi? 69, 60, Aconcagua zirvəsi. Bu arada Ant dağları ümumiyyətlə bu Ant Kordilyer dağ sisteminin ən hündür zirvəsidir. İndi hündürlüklərinə görə, burada deyir artmasına görə düzün. Ən kiçik təbii ki Uraldır, 2, sonra Mitchell 2037, Appalaç, deməli Ural, Appalaç, böyük su ayırıcı, Alp, daha sonra Kordilyer, sonra isə Ant dağları gəlir. Sonra baxırıq 8-ci suala. Deyir ki, geosinknalda yerləşən düzənliklər hansılardır? Padano balığı təbii ki, çünki bu Apennin yarımadası ilə Alp dağları arasında yerləşir. Po çayı sahilində geosinknaldadır. Çorozo balığı Azərbaycanda geosinknalda, Koyxudo balığı da deməli Gürcüstanda və geosinknalda yerləşən düzənliklərdir. Digərlərində məsələn Volqa boyu, Qərbi Sibir, Orta Sibir hamısı platformadır. Turan Cavan platformadır özdə. Sonra deməli Tibet geosinknalda da Almaniya Polşa balığı platformadır. Sonra baxırıq Colorado, Amazon, Orinoco, Colorado deməli burada Amazon, Orinoco platformada yerləşirlər. Sonra Mesopotomiya bu da platformadadır. Bizdən geosinknal istəyirdi. Şərqi Avropa da platformadadır, amma Colorado ilə Meksikanı geosinknal götürəcəyik. Sonra düşürük aşağı. Baxırıq 9-cu sual. Müvafiq olaraq qırışıq faylı və faylı dağlar istəyir. Biz bilirik ki, qırışıq dağlar necə dağlardır? Cavan. Qırışıq faylı dağlar deməli yenidən törənmiş dağlardır. Faylı dağlar isə qədim dağlardır. Baxaq indi birincisi, qırışıq dağ cavan olmalıdır. Ona görə də deməli B bəndində Tiyanşana görə B bəndi getdi. D bəndi böyük su ayırıcıya görə getdi. İndi baxıram. Qırışıq dağ A bəndi Pamir, düzdür. Qırışıq faylı Verxoyanski nə vaxt yaranmışdı? Serski, Skotalin. Bunlar Mezozoyda yaranıb və qırışıq faylı deyil, qədim dağlarda çıxdı. Sonra B bəndi zaten Tiyanşana görə çıxmışdı. C bəndi Himalay qırışıqdır. Qırışıq faylı Tiyanşan, Altay sayan, bəli sayan var burada. Faylı dağlarda Appalaç, bəli C bəndinin cavab. Y nəyə görə olmazdı? Çünki qırışıq Kordilyer qırışıq faylı deyil. Ona görə çıxdı və həmçinin bu hissəsi düzdür. Sonra deməli keçirik 10-cu suala baxırıq. Düzgün cavablar istəyir. Cənubi Amerikanın ən alçaq yeri mənfi 40 metrdir. Bəli, Valdes yarımadasında mənfi 40, hətta bəzi xəritlərini mənfi 42 metrdə yazır. Mərkəzi ovalıq Şimali Amerikadadır. Xeyr. Bunu çox vaxt çaşdırmaq üçün verirlər. Çünki mərkəzini görən kimi uşaq düşünür ki, aha, mərkəzi düzənlik Şimali Amerikada vardır. Amma baxın, o mərkəzi düzənlikdir. Şimali Amerikada olan mərkəzi düzənlikdir. Mərkəzi ovalıq Avstraliyadadır və hətta mərkəzi olsa da adı şərq hissədədir. Daha sonra Dekan yaylası filiz faydalı qazıntılarla zəngindir. Bəli, ümumiyyətlə bütün yaylalar elə filiz faydalı qazıntılarla zəngin deyə bilər. Sonra ümumiyyətlə yayla gördüksə, yəni filiz faydalı qazıntı götürün. Sonra Tepuilər. Tepuilər Braziliyada aşınma nəticəsində yaranmış relyef formalarıdır. Xeyr, Braziliyadakı kəlləqənddir. Tepuilər isə Giviana yaylasında Venezueladadır.
Ona görə bu səhvdir. Namib səhrasının olduğu materik 4 yarımkürədə yerləşir. Bəli. Çünki Namib səhrası Afrikanın cənubundadır. Hətta cənub tropik hətta onu kəsib keçir. Bu o deməkdir ki, Namib səhrası 2 işıqlamada yerləşir və Afrika materiki də 4 yarımkürədə yerləşir. Deməli, burada cavab oldu 1, 3, 5. Sonra keçək 11-ci suala. Buradan da bizdən doğru olmayanları istəyir. Baxaq görək. Lava sıyıq olduqda vulkanın yamacı dik olur. Lava sıyıq olduqda o deməkdir ki, o kinolarda falan görürsünüz, vulkan qaynar magma, lava çıxır, ətrafa doğru belə axaraq dağdan aşağıya doğru gəlir. Baxın, o dik yamac yarada bilməz. O axaraq maye şəklində, maye də deyil, qaynar magma da lavadır yəni. O formada axaraq gedir, ona görə də yamac meyilli olur, yəni dik olmur. Az meyilli olur. Deməli, bir səhvdir. Hava adalarındakı vulkanlar bayaq dedik ki, stratovulkanlar çox güclü partlayışlarla müşahidə olunan vulkanlardır və stratovulkanlar materik tipli yer qabığında olur. Yəni hava adalarındakılar buna aid deyil. Hava adalarındakı qalxanvari vulkanlarda o deyirəm, aşqan halda, maye halda elə bil lava axır vulkanın təpəsindən sakitcə aşağıya doğru gəlir. Bax bu hava adalarındakı vulkanlardır. Mauna Kea, Mauna Loa, Kilauea və s. vulkanlardır. Yəni onlar stratovulkan deyil. Stratovulkanlar materik tipli yer qabında olur. Lava qatı olduqda vulkanın yamacı az meyillidir. Lava qatıdırsa, bu o deməkdir ki, yəni vulkan şiddətli bir partlayışla çölə doğru çıxır, püskürür. Və bu zaman həmin o çıxdığı krater də dağıtmış olur və həmin o yamac da təbii ki də çox meyilli olur. Az meyillidir məsələsi o sıyıq lavaya aiddir. Sonra baxırıq, deməli, Paleozoy erasında 3 qırışığı olmuşdu. Bəli, hansılardır? Baykal, Kaledon və Hersin qırışıqlarıdır. Sonra böyük Suarez və Əjdaha dağları eyni erada yaranmışdır. Bəli, Paleozoyda yaranıb hər ikisi. Sonra baxırıq 12-ci suala. Deyir, Azərbaycanda günün uzunluğunun artmağa başladığı tarixdə günəşin zenitdə olduğu məntəqə ilə 55 dərəcə cənub enində yerləşən məntəqə arasındakı məsafəni tapın. Aha, harda qalmışdıq? Azərbaycanda günün uzunluğunun artmağa başladığı tarixdə günəşin zenitdə olduğu məntəqə ilə 55 dərəcə cənub enliyində yerləşən məntəqə arasındakı məsafəni tapın. Əvvəlcə baxaq ki, Azərbaycanda günün uzunluğu nə vaxtdan artmağa başlayır? Baxın, yenə ekvatoru çəkdim. Bu da olsun Bakı. Bilirsiniz ki, hardadır? 40 dərəcə şimal enliyi, 50 dərəcə şərqi uzunluğundadır. Bura olsun Bakı. Deyir, Bakıda Azərbaycanda günün uzunluğu artmağa başladığı tarix. Azərbaycanda ən uzun gecə nə vaxt olur? Günəş bizdən ən uzaqda olanda. Günəş bizdən ən uzaqda nə vaxt olur? Təbii ki də 22 dekabrda. Yəni günəş harda zenitdə olanda? 23.5 dərəcə cənub enliyində günəş zenitdə olanda bizdə deməli ən uzun gecə olur. Baxın. Günəş 23.5 dərəcə cənub enliyində zenitdə olanda təbii ki də bizdə bu zaman ən uzun gecə olur. Və 23.5 dərəcə cənub enliyində zenitdə olanda günəş baxın. İndi 22 dekabrda axı. 22 dekabrdan sonra günəş hara qayıdır? Ekvatora. Çünki 21 martda yaz gecə gündüz bərabərliyi günü olacaq. Bundan sonra da günəş daha da şimala doğru gələcək. Yəni 22 dekabrdan etibarən günəş bizdən uzaqda olduğu məntəqədən bizə doğru gəlməyə başlayacaq. Buna görə də gündüzün uzunluğu bizdə artmağa başlayacaq. Yəni 22 dekabrda Azərbaycanda gündüzün uzunluğu ən uzun gecə olur, ondan sonra da gündüzün uzunluğu artmağa başlayır. Deməli, bu tarix oldu 22 dekabr, günəş 23.5 cənub tropikində zenitdədir. İndi bizdən nə istəyir? Deyir, bu zaman 55 dərəcə cənub enliyi, bax, bu hissə. 55 dərəcə cənub enliyi ilə deyir, 23.5 dərəcə cənub enliyi arasında ən qısa məsafə nə qədərdir? Bunu soruşur bizdən. Baxırıq. Deməli, dedik ki, Azərbaycanda gündüzün uzunluğu artmağa başlayır nə vaxtdan? 22 dekabrdan. 22 dekabrda günəş harda zenitdədir? 23.5 cənub tropikində zenitdədir. Deyir, bu həmin o zenitdə olduğu yerlə 55 dərəcə cənub enliyi arasında neçə kilometr var? Baxırıq. 23.5, bu da 55 dərəcə. Arada neçə dərəcə var? 55-dən çıxıram 23.5. Bu da eləyir 31.5 dərəcə. Onu da vururuq 111-ə. Nəyə görə 111-ə vururam? Çünki meridianla, baxın, bu iki ərazi arasındakı məsafəni tapırdıq da. 23.5, bu da 55.
Çünki meridianla bu yolu gedirəm və 1 dərəcəlik meridian qövsünün uzunluğu 111-dir. Mən isə 31,5 dərəcəlik yol getdim. Bu da eləyir 3496,5 kilometr. Keçək digər suallarımıza. 13. Doğru olanları seçin. Deyir, Neptun ən çox peyki olan planetdir. Biz bilirik ki, ən çox peyki olan planet dərslikdə verilənə əsasən Saturndur. 82 peyki var. Planetlər böyükdən kiçiyə doğru belədir. Daxil planetlərdən gedir söhbət. Yer, Venera, Mars, Merkuri. Bəli. Baxın, Venera planeti yerdən balacadır, amma Marsdan böyükdür. Sonra Io peyki, yəni bu düzdür. Io peyki Saturnun ən böyük peykidir. Xeyr, Io peyki haranın peykidir? Yupiterin peykidir. Saturnun ən böyük peyki Titandır. Sonra öz oxu ətrafında ən tez dönən planet Marsdır. Xeyr, hansıdır? Yupiter 9 saat. Xarici planetlərin peyki daha çoxdur. Bəli, xarici planetlər daha böyükdür və onların təbii ki, peykiləri də daha çoxdur. Nizami Gəncəvi adına krateri Merkuridədir. Bəli, hələ Nadir İbrahimov adına da krateri var Marsda. Sonra baxırıq, 30 dərəcə şimal enində yerləşən və istiqaməti cənuba doğru olan dağ yamacının meyli 9 dərəcədir. Baxırıq, əvvəlcə bir dənə yenə yer şüşəsi çəkirik. Bu bizim ekvatorumuzdur. 0 dərəcə. Bu da 30 dərəcə şimal enliyidir. Deyir ki, burada yerləşən bir dənə dağ var. O cənuba doğru 9 dərəcə meyillidir. Yəni 9 dərəcə ilə bil üzü aşağıya tərəfdir. Üzü aşağıdır. 9 dərəcə aşağıdırsa 30-dan 9 dərəcə aşağı gələndə hara gəlib düşürəm? 30-dan ekvatora tərəf 9 dərəcə aşağı gələndə hara gəlirəm? 21 dərəcə şimal enliyini. Düzdür? Deməli 21 dərəcə şimal enliyini. Deyir ki, bax bu 21 dərəcə şimal enliyi, buranı soruşur bizdən. Qış gün dönümü günündə, günorta vaxtı bu yamaca düşən günəş şüalarının bucağını tapın. Deyirəm ki, qış gün dönümündə günəş harda zenitdədir? Və ya o 22 dekabr məsələsi. 23,5 dərəcə cənub enliyində zenitdədir. Bax, günəş burada zenitdədir. Bax, deyir, bu zaman 21 dərəcə şimal enliyinə, bax, bura A nöqtəsi olsun. Günəş neçə dərəcə düşər? Bunu həll eləməyin 2 yolu var. Birinci yol budur ki, deyirəm 23,5 cənubdur, 21 dərəcə də şimaldır, düzdür? Arasında nə qədər əyrilik var? Yəni neçə dərəcə var? 21 şimal, 23,5 cənub. Toplayıram, eləyir neçə? 44,5. Və yaxud da belə deyə bilərəm. Deyərəm ki, biri şimal, biri cənubda topladım. Və yaxud da ki, elə baxanda görürsə məntiqlə ki, burada bir yerin əyriliyi var da, düzdürmü? 21 şimala tərəf gedib, 23,5 cənuba tərəf. Ümumilikdə 44,5-dir. Əgər günəş burada zenitdə və bura 90-dan düşürsə, deməli, A məntəqəsinə bundan 44,5 dərəcə daha az düşür də. Baxın, bura 90-dan düşürsə, 21 dərəcə şimal enliyinə ondan 44,5 dərəcə az düşür. Bu da eləyir 90 çıxılsın 44,5, 45,5. İndi digər yolu deyirəm. Bu isə düsturdur. Düsturda isə nə deyir? H bərabərdir 90 çıxılsın enlik plus minus zenit. İndi baxıram. H bərabərdir 90 çıxılsın. Enliyim nədir? Haranı soruşur məndən? 21 də enliyim haraydı bayaq? 21 dərəcə. Şimal enliyi, düzdür? Zenit harda? Günəş harda zenitdə idi? Qış gün dönümündə cənubda 23,5 dərəcə cənub enliyində. Biri şimaldadır, biri də cənubdadır. Nə edirəm? Toplayıram. Buradakı plus minus o deməkdir ki, əgər hər ikisi eyni yarımkürədə olsa nə edəcəm? Çıxacam. Fərqli yarımkürədə olsa nə edəcəm? Toplayacam. İndi baxıram. Mənim burada zenitim 23,5 cənub enliyi idi. Amma enliyim isə bu zenitdir. Amma enliyim neçə idi? 21 dərəcə şimal enliyi idi. Nə edirəm bunları mən? Toplayıram. Yenə 90-dan çıxıram, düsturda yerinə qoyub. Bu da eləyir 45,5. 15-ci suala baxaq. Yerin planetar inkişaf mərhələsi üçün səciyyəvidir. Biz bilirik ki, yerin inkişafında 2 böyük mərhələ ayrılır. Biri geoloji inkişaf mərhələsi, biri də planetardır. Planetar inkişaf mərhələsi nədir? Yer bir planet kimi formalaşdı, yarandı. Bundan sonra daxili və xarici nüvədə gedən proseslərdən deməli yer maqnetizmi yarandı. Daha sonra yerin daxilində temperatur artmışdı, vulkanlar püskürdü. Hətta buna ayda da bu hadisə baş verdiyinə görə buna ay erası da deyilirdi.
Daha sonra kütləvi vulkan püskürmələrindən sonra ilkin nazik bazalt qatından ibarət yer qabığı yarandı. Yer qabığı yaranandan sonra yerdə temperatur aşağı düşdü. Ona görə də buludlar, ilk atmosfer yarandı. Sonra kütləvi yağışlar, leysan yağışlar yağdı və ilk okean pantalas yarandı. Bununla da yerin planetar inkişaf mərhələsi bitdi. İndi baxaq. Materik tipli yer qabığı yox, okean tipli yer qabığı hələ əmələ gəlmişdi. Ona görə bir səhvdir. Pantalas okeanı, bəli. İri neft qaz yataqları, xeyr. Sonra baxırıq deməli, yer səthinə kütləvi yağışlar yağmışdır. Bəli, leysan yağışları yağdı. Radioaktiv parçalama nəticəsində, bəli, mantiyada maddələr əridikdən sonra zaten vulkan püskürmələri baş verdi də. Kaldon Hersin də geoloji inkişafa aiddir. Deməli, cavab oldu 2, 4, 5. B bəndi. Sonra 16-ya baxırıq. Bu 16-cı sualı mən bütün siniflərimdə həmişə qaynamış yumurta ilə izah edirəm ki, bir dənə qaynamış yumurta düşünürsünüz. Bunun mərkəzi təbii ki, nədir? Nüvədir. Yəni yumurtanın sarısı nüvədir. Sonra yumurtanın ağ hissəsi var, o qalın ağ hissəsi. Bax, ora alt mantiyadır. Sonra qabığın altında o pərdə kimi bir şey olur. Yumurtanın ağının üzərində pərdə kimi ağ. Baxın, ora üst mantiyadır. Və alt mantiya ilə bu üst mantiyanın arasında astenosfer qatı yerləşir. Yəni, gəlin düzək. Əvvəlcə dedik nüvə var, düzdürmü? 5 ilə başlayıram. Nüvədən sonra alt mantiya 4. Sonra üst mantiya, daha doğrusu alt mantiya ilə üst mantiyanın arasında nə var? Astenosfer qatı var, düzdür? Astenosfer 10. Sonra astenosferlə üst mantiyanın arasında isə Benyov sərhədi var. Bu mən həmişə uşaqlara deyirəm ki, mən yapdım deyərək yadda saxlamalarını çalışıram. Bilsin, çünki onsuz da alt mantiya ilə üst mantiya arasında astenosfer qatı var da, yəni. Hələ bir bu astenosferin də üzərində Benyov sərhədi var. Yəni astenosferlə üst mantiya arasındakı sərhəd də Benyov sərhəddir. Ona görə də biz burada astenosferi, sonra Benyov sərhədini, sonra üst mantiyanı götürməliyik. Daha sonra isə gəlir yerin təbəqələri, hansı ki yumurtanın qabığı. Baxın, o yumurtanın qabığı 3 qatdan ibarətdir kimi düşünürük. Deməli, yer qabığı ibarətdir bazalt, qranit və çökmədən. Baxın, bu bazalt qatı ilə üst mantiya arasındakı, olsun üst mantiya. Bu arada yerləşir Mohorovits sərhəddir. Buna Moho sərhəd də deyilir. Moho sərhəd ondan sonra gəlir bazalt, bazaltdan sonra bazaltla qranitin arasında var Konrad sərhəd, daha sonra isə yuxarıda gəlir çökmə qat. Sonra 17-ci sual qəbul imtahanına düşmüş bir sualdır. Sadə sualdır əslində. Bilirik ki, arxedə nə baş verib? Arxey deməli, qədim qırışıqlıqlar olub, güclü vulkanizm olub arxeydə. Deməli, qədim qırışıqlar, güclü vulkanizm arxeya aiddir. Sonra paleozoyda nə olub? Paleozoyda Pangeya, Lavras və Gondvaniya parçalanıb. Sonra proterozoyda nə olub? Tək-tək orqasızlar əmələ gəlib. Mezozoyda isə müasir müasir materiklər, müasir okeanlar mezozoyda yaranıb. Sonra örtülü toxumlardır mezozoydadır. Dinozavrların nəsli kəsilib mezozoyda. Verxoyanski, Çerski, Skotalin dağları, yəni Kimmeri qırışıqlığı mezozoydadır. 18-ci sual. Sirk, kar, morenlər. Baxaq. Deməli, əvvəlcə baxaq ki, bunlar bilirik hamısı buzun yaratdığı relyef formaları, düzdürmü? Amma buzun bir dağıdıcı relyef formaları var. Yəni buzun ekzorasiyası. Bir də var akkumulyasiyası, yəni çöktürməsi, yığması nəticəsində yaranan. Məsələn, buzlaq akkumulyasiyasıdır nə? Morenlər. Çünki bunu əvvəlcə Troq dərədən izah etməyə başlayaq. Biz bilirik ki, Troq dərə nədir? Troq dərə bir dənə dağ düşünün, hündür bir dağdır və başında çoxlu buzlaqlar var. Buzluq bir sahə var, yəni. Həmin o buzun bir hissəsini, hardasa bir otaq böyüklüyündə, yəni. Bir hissəsinin oradan qopub aşağıya doğru gəldiyini düşünün və o aşağıya doğru gələndə özünə bir cığır aça-aça gəlir də, düzdür? O cığırın adı Troq dərədir. O qarşısına çöküntülər ki, yığıb gətirir, daş qırıntıları, nə bilim, torpaq, nə indi qarşısına çıxırsa da, yəni. O dağı, nə bil, yonaraq, deşərək aşağı gəlir, qarşısına da o yığdıqlarını gətirir aşağıya. Baxın, o buz parçası dayananda qarşısında o çöküntülər toplanır. Bax, o adlanır moren təpə. Əgər bir neçə dənə orada moren təpə olarsa, buna deyilir moren tirəsi. Daha sonra baxırıq, karla sirk nədir? Baxın, buzlu akkumulyasiyasına morenləri dedik. Sonra
Müsbət relyef formasıdır. Bu da morenlərə aiddir. Buzlaqların yaratdığı çökmədir. Bunu karlara aid götürürük. Sirkə də nəyə götürəcəyik? Amfiteatrı. Çünki bir neçə dənə kar yan-yana olanda buna sirk deyilir, belə deyək. Amfiteatr forması deyilir. Sonra 19-cu sual yenə məsələdir. Gözəl məsələdir bu. Baxın. Deyir ki, 8 dərəcə cənub enliyi, 12 dərəcə cənub enliyi. Düzdürmü? Əvvəlcə bir dənə yeni yer kürəsi çəkirik. Kürələrim də çox möhtəşəmdir. 8 dərəcə cənub, burada 12 dərəcə cənub. Biri 8-dir, biri 12. 8 ilə 12-nin ortası nə olar? Təbii ki də 10. Yəni ədədi orta ilə tapa bilərsiniz. Belə məntiqlə də baxan kimi görünür, amma bəzən elə bir ədəd verər ki, məsələn, tapa bilməzsiniz hansıdır. Ədədi ortanı tapırız. 8, 12 bölü 2. 8, 12, 20 böləndə 2 eləyir 10. Deməli, 10 dərəcə cənub enliyindən gedirmiş söhbət. Baxın buradan. 10 dərəcə cənub enliyi. Deyir, günəş burada zenitdədir. Burada zenitdədir. Zenitdə nə demək istəyir? Bura 90 ilə düşür. Günəş burada zenitdədirsə, qoy bir təzədən biraz gözəl şəkildə çəkək. Günəş burada zenitdədir. 10 dərəcə cənub enliyində. Bu zaman deyir, Bakıya neçə dərəcə düşər? Əvvəlcə yenə deyirəm, bunun iki yolunu eləmək olar. Birinci yol odur ki, baxıram 10 dərəcə cənub, 40 dərəcə şimal. Arasında yerin nə qədər əyriliyi var? 10, bu da 40. Təbii ki, 50 dərəcə. Və deyirəm 40 şimalda, 10 cənubdur. Fərqli yarımçı olduğuna görə toplayıram 50 dərəcə. Bura 90 ilə düşürsə, Bakıya bundan deməli 50 dərəcə axı bura əyridir. 50 dərəcə az düşər. Deməli 40 dərəcə düşərmiş. 90 çıx 50 bərabərdir 40. Və ya istəsəz yenə də bunu düsturuna hesablaya bilərdiniz ki, h bərabərdir 90 çıxılsın enlik plus minus zenit. Yenə eyni şeydir. 90 çıxılsın enlik plus minus zenit. Enliyim nədir? 40 dərəcə şimal enliyi. Zenitim hardadır? 10 dərəcə cənub enliyi. Biri şimal, biri cənub olduğuna görə nə edirəm? Toplayıram. Sonra 90-dan çıxıram, eləyir 40 dərəcə. Sonra 20-ci suala baxaq. Cənubi Avropa regionuna aid olanlardan biri yanlışdır. Cənubi Avropa bilirik ki, Piriney Apinin Balkan yarımadaları var orada, düzdürmü? Greenwich meridianı keçirmi? Keçir, bəli. Relyef əsasən dağlıqdır, bəli. Elə Piriney Apinin Balkan hər üçündə eyni adlı dağlar var. Etna vulkanı yarımada, Vezuvi isə ada vulkanıdır. Bax, səhv buradadır. Çünki Vezuvi Apinin yarımadasının özündədir, Etna Siciliya adasındadır. Səhv budur. Balkan yarımadasında Kars platosu var, bəli. Sloveniyada hətta Postoi mağarası var idi. 9-cu sinif dərsliyində bu qeyd olunub. Orta Avropa ilə müqayisədə sahilləri çox parçalanıb. Bəli. Çünki Orta Avropa Almaniya Polşavalığıdır, Alp-Karpat dağlarıdır, belə deyək. Əsas mərkəz hissəni əhatə eləyirdi, amma Cənubi Avropa isə daha çox Piriney Apinin Balkan, orada çoxlu yarımadalar və adalar var. Hətta Adriatik dənizində Dalmasiya tipli sahil var. Ona görə də sahillər çox parçalanıb. Bəli, bu da düzdür. C bəndi səhvdir. Bu qədər.